Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, bugün Yevlax rayonu Ərəbbəsər kəndindəyəm. Deməli, burada qarpız sahələridir. Səhv eləmirəmsə, Grandis F1 əkilibdir bura. Deməli, bu qarpızda bax belə solmalar var. Bu xəstəliyi müəyyənləşdirmişik. Kök sürməsi, indi inşallah bura dərman yazacaq. Qabaqda sahə var. Deməli, bu əkin sahəsinin bir hissəsidir. Oranı da çəkib göstərəcəm. Ora dərman vermişik. Şükür Allaha, orada düzəlibdə heç bir problem yoxdur. Eyni xəstəliyə görə başqa yerdən dərman alıblar. Bura dərman vurublar. Mənzərə göz qabağındadır. Xəstəlik dayanmır, artımda davam edir. İndi çəkib göstərəcəm sizə. O taxtanı sənin dərmanına vurmamışam. Gəl oranı da göstərim. Hardan? Bax dostlar, bax bu hissəyə, bu əraziyə. Hə. Bax mən dərman vermişəm. Hə. Qardaş vurubdu. Hə. Amma o tərəfə məndən dərman almayıb, başqa yerdən dərman alıb, onu vurmayıb. Daha doğrusu onu vurub. Burada xəstəlik dayanıbdır. Hətta ölən şitirlər var orada, bayaq qardaşda göstərəm, ayılır. İndi o birisini də çəkəcəm sizə. Dərman verilən sahə. Deməli, bu sahəyə mən dərman vermişəm. Şitirlər hamısı öz vəziyyətinə qayıdır. Yəni xəstəlikdə dayanıbdır. Əlavə qırmızı örümçək var, mənənəsi var. Ona qarşı da dərman yazacağım. İnşallah ki, istifadə edəcəklər, tam düzələcək. Buradan yuxarı siz verdiyiniz dərmanı vurmuşam. Fərq hiss olunur da yəni. Buradan belə vurulan dərmanlar başqa bir mağazadan alınıb vurulan dərmanlardır. Hələ də xəstəlik davam edir. Amma buradan belə də Burada sizin deyil. bizim deyil. Bax buradan yuxarı sizin dərmanı. Buradan belə ki mən Bağın ortasında da gördüyü hiss olunur. Buradan yuxarı sizindir bax. həm bitkinin inkişafı və inkişaf sürətlənibdir. Göylük hiss olunur. Buradan o tərəfə, yəni fərq necə də yəni hiss olunur da yəni. Xeyirli uğurlu olsun. Allah hər kəsin malına bərəkət versin. Dərmanı verərkən sadəcə düzgün diaqnoz qoyub sonra dərman vermək lazım ki, bitkiyə xeyir eləsin. Adınızın geçtiği yerlerde birilerinin suratı asılıyorsa rahat olun, gerilmeyin. Çünkü doğru yoldasınız.